Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm transit imkanlarını təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik. Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bugün dövlət neft şirkətinin neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda İtalyana Petrolinin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı elektrik enerjisi, neft kimya məhsulları və bərpa olunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur.